Diqqət! Bu mövzu emosional təsir yarada bilər. Həssas izləyicilər üçün uyğun olmaya bilər. İnsan öldükdən sonra ilk 24 saatda bədəndə nə baş verir? İnsan rəsmi olaraq öldükdə, yəni beyin fəaliyyəti, ürək döyünü və tənəffüs tamamilə dayananda, bədən bir neçə ardıcıl mərhələdən keçir. Bu mərhələlər qismən təxminidir, çünki temperatur, rütubət, bədən çəkisi və ölüm səbəbi kimi faktorlar onların sürətini dəyişə bilər. Aşağıdakı təsvir bədənin ümumi fizioloji reaksiyalarını elmi dilə uyğun izah edir. 0-2 saat. Ölümün dərhal ardınca. Ölüm anından dərhal sonra hücumlardakı kimyəvi proseslər dayanır. Bədən artıq oksigen və glukoza ala bilmədiyi üçün metabolizm dayanır. Hüceyrələrdə ATF, enerji molekulu istehsalı kəsilir və ion nasosları işləmədiyi üçün hüceyrə daxili və hüceyrə xarici mayelər tarazlığı pozulur. Bu vaxtda əzələlər hələ elastikdir və bədən istiliyi təxminən yaşamağa davam etdiyi şəraitdəki kimi qalır. Amma artıq qan köpüklənmiş, qatılaşmış və damarlar boyunca çökməyə başlayır. 1-4 saat. Rigor mortis, ölüm sərtliyi, başlanğıcı. Bu mərhələdə rigor mortis adlandırılan fenomen başlayır. Əzələ liflərində ATF tükəndiyi üçün miyazin və aktin filamentləri ayrılmır. Nəticədə əzələlər sərtləşir. Adətən üzdə və boyunda başlayır, sonra ətraflara yayılır. Bu mərhələ adətən 2-6 saat arasında başlayır və bədəndə sərtlik pik həddə təxminən 12 saat civarında çatır. 2-8 saat. Livor mortis, ölüm ləkələrinin əmələ gəlməsi. Ölümündən sonra qan qravitasiya təsiri ilə aşağı enməyə başlayır. Bu, dəridə mavi-qırmızı ləkələr, livor mortis əmələ gətirir. Bu ləkələr bir neçə saat ərzində müəyyənləşir və 6-12 saat içində stabilləşir. Bu proses klinik patoloqlar üçün ölüm vaxtını təxmin etməkdə vacib ipucudur. Çünki ləkələrin rəngi və yerləşməsi zamanla dəyişir. 6-12 saat. Temperatur düşməsi. Ölüm sonrası bədənin temperaturu ətraf mühitə uyğun şəkildə düşməyə başlayır. Bu, algor mortis adlanır. Normal halda bədən 1-1,5 dərəcə Selsi sürəti ilə soyuyur. Amma bu sürət otaq temperaturu, rütubət və geyim kimi faktorlardan çox asılıdır. Əgər otaq soyuqsa, temperatur daha tez düşə bilər. Ətraf çox isti və rütubətli isə bu proses yavaşaya bilər. 12-24 saat. Daha dərin kimyəvi dəyişikliklər. 12-24 saat arasında artıq hüceyrə membranları dağılmağa başlayır. Çünki lizazon fermentləri aktivləşir və hüceyrənin iç strukturlarını parçalayır. Bu mərhələdə bakteriyal fermentasiyada mühüm rol oynamağa başlayır, xüsusilə bağırsaqlarda yaşayan bakteriyalar. Bu vaxtda artıq rigor mortis ən güclü mərhələdədir və livor mortis ləkələri daha aşkar görünür. Soyuqda bu proseslər daha yavaş, isti şəraitdə daha sürətli gedir.